Məncə belə olmaz. Salam əziz məni Allah böyük. dinləyənlərə. Xoş gördük. Nazarası elədik. Əziz Ailəniz dostlar, üç şimdi uşaqlarda məni bu yaşayırsınız. ekranda görənlər, Məğlubi. bəzi bu bisabat insanlar məni danışmağa baxanda dedilər ki, ay Səfər, Bu daxıla düşmüş yox. niyə bu, nə istəyirsən bu? Buran keçirdim. Ha, Oradan buradan. tal düzəlib. Oturmuşuq da qulağız. Hər şey azını bilən. Qardaşım, Cavab biz bunu bilirik. Arxa tal düzəltmişdi. Köçünmara tutuyor. Əvvəla budur biz danışmalı, bizim haqqımız var danışmağa. Nəyə görə danışmağa haqqımız var? Biz Azərbaycan ölkəsi, biz dünyaya qaz satan, neft satan ölkəyik. Sərvətlərimiz dünyaya da məşhurdur, dünyada tanınır. Biz varlı bir ölkəyik. Amma varlı ölkənin cəmiyyəti, bax aşağıda gördüyünüz insanların vəziyyətinə baxanda adam dəli olur. Necə yəni? Biz bu köçdük. Necə yəni məmur işi ocağında haqq, qanun, vətən deyir ki, amma bu vətəndaşlarımız bizim zülm ayaqlayır. Birinin evini sökürlər, birinin vəziyyəti pis, birinin orada kəlləməyə lağaşırır, biri bu... Qardaş, Azərbaycan öz başınaçılıq başalıb gedir. Öz başınaçılıq başalıb gedir. Kimi ki, harada kim gücü çatdı, orada başını kəsir. Kimin harada gücü çatdı, orada dədəsinin evini yıxır. Belə qardaş, belə şey olar. Belə əclaflıq olar. Bu nə deməkdir? Bu kasa bax, gördüyünüz bu millətə baxın, bu ekranda millətə baxın. Ay qardaşlar, ay vətəndaşlar. Bu cürlə varlı ölkədə, bu cürlə məzlum kasıb cəmiyyəti yaşayar. Qardaş, mən bu yaşayanlara baxıram, bu evi içənlərə, bu zibil daşıyanlara, bu zibil içində yaşayanlara, ondan sonra bu işi olmayıb, məcbur qalıb kətlərə, canın götürüb rayonlardan şəhərə qaçan insanlara baxıram. Arada oturub fikirləşirəm ki, ay qardaş, mən bu ölkədə nə edirəm, nə xidmət edirəm, nə üçün xidmət edirəm? Oturan fikirləşən də bir dənə dərindən fikirləşən, uşaq pulun yox, ondan sonra iş yerin yox. Ay qardaş, bu qədər zülüm olmaz da, bu qədər insani anlamaz hesab eləmək olmaz. Biz cəmiyyətdə də günah var, bizim cəmiyyətdə də günah var ki, öz haqqını istəməyə qorxur, cəsarəti yoxdur. Cəsarəti yoxdur. Qardaş, yayırın da, gözünüz ayırsın da. Bu ölkədə iki dənə hissəyə bölünür, iki hissəyə bölünür. Bir varlılar qismi, kasıblar qismi. Varlılar necə birləşib, zülm edir, kasıbsız da birləşən, zülm edənlərə qarşı çıxar da. Qardaş, can vermişik, ölkə qurmuşuk. Canımız gedib ölkə qurmuşuk, iç zülmü çəkib ölkə qurmuşuk. Ermənistandan dava, İrandan dava, Rusiyadan dava. Qardaş, boş beçərə yerə biz zülm çəkməmişik, bu vətən üçün çəkmişik ki, vətənimiz olsun, ordumuz olsun, bayrağımız olsun, bir rahat, azad yaşayaq. Ay millət, gözünüz açılsın, görün, düşünün, fikirləşin. Nə uşaq pulu yox, yaş gedib 65-ə. 65-ə ki, 65-i bıraxın, 60-ə kim yaş qalır ki? Mən 60-a qədər kapitala yığım pılı, mən 60-da öləndən sonra qalsın varlıların cibinə. Gitsin villa xarabaların düzəltsinlər. Elə şey olar, elə imansızlıq olar, qardaş. Millət. Bu varlıları onsuz da demişik. Varlılar deyiləndə mən bu məmur qismindən danışıram. Əlbəttə ki, it zülmü ilə, ondan sonra zülm ayaqlayıb, pul yığıb, nəysə bir irəliləyiş olubsa, onda işim yox, Allah ona bərəkət versin, onu daha da ucalara çıxsın. Amma yaxşı insan olsun, Allahı tanıyan insan olsun. Qardaşım, belə zülm olar. Millət, bir gözünüz ayırsın, gözünüz ayırsın.
haqqınızı əldə elə, azadlığınızı alıb əlinizdən. Ondan sonra canım sənə desin, uşaq pulunuzu alıb əlinizdən. Ondan sonra yaşı həddinizi alıb əlindən, o verdiyiniz nəfəsi alıb əlindən, mənəviyyətinizi alıb əlinizdən, mədəniyyətinizi alıb əlinizdən. Daha nə istəyir? Nəyi almaq istəyirsiniz ki? Nəyi fikirləşirsiniz ki, Allah bu alsın məndən, mən oyanım, gözüm açılsın. Onsuz da hamısını alır, bu qırmızı xətt Qazın, işığın, benzinin, çörəyin qiymətini salın, tərsini eləyirsiniz. Hələ bundan sonra tərsini eləyib gedəcəksiniz. Yaratmışsınız bir dənə tarif şurası, onun arkasında gizlənirsiniz. Artırırsınız. Cəmaat da bizə, mənim özümə nə səfə deyiblər ki, sən heç bir xahiş ediyor. Məsələ qaldırma. Nə deyirsən, tərsini eləyir. Yox, asla. Yalvarıram bu Yanlış insanların, fikirdə olmasın. qoca vaxtımda yalvarıram. Ölən adam kimi yalvarıram. Bu adamlara şafımız gəlsin. Valideynlərinə, özlərinə, bacı qardaşlarına. Elə belə bu millət Azərbaycan nüfusunu qurmayıb, canı verib. Canın verib bu millət istə. Çox sağ olun. Tükənib, ət qutarıb, qət qutarıb, aylığını verməmişəm, ses kəsilib, net qutarıb, boksada konfet qutarıb, çay da bitib, qonşu verən pay da bitib, mərcə hələ yayda bitib, yayda deyil, mayda bitib, ac qarına